İndi Elman müəllim Amerikanı yaxşı bildiyi üçün həm də onu soruşmaq istəyirəm. Təxminən bir neçə gün öncə Türkiyədəki səfir Amerika Birləşmiş Ştatlarının İraqla bağlı o keçirilən tədbirdə imzalama mərasimində qəribə fərqli bir söz işlətdi ki, biz indiyənə qədər ümumiyyətlə yaxın şərqə münasibətdə çox fərqli idi, amma indi fərqli bir münasibət qururuq və cümləsindən belə bir fikir var idi ki, Türkiyə, Azərbaycan, Türkmənistandan keçən Orta Asiyadan Avropaya uzanan yeni bir enerji dəhlizi üzərində işləyirik. Buradan Avropaya böyük miqdarda təbii qaz nəql edilə bilər. Və İraqın baş nazirində bu sahədə fəaliyyətindən və s. danışdı. Bu aydındır. Amerika nəyi qurmaq istəyir və Avropa üçünmü qurur bunu? Çünki bu dediyi Avropaya gedən yoldur və niyə Amerika buna danışsın ki, Amerikanın özdə kim? Kifayət qədər, yəni təkcə səfir deyildi, o Türkiyədəki səfir deyil, həm də regionun bilən və ümumiyyətlə kifayət qədər də Trumpa təsir gücünə malik bir şəxsdir. Bax, o niyə Avropanın qaz təhlükəsizliyi və s. məsələsindən danışsın ki? Məsələ ondadır ki, biz bu günləri Trumpın ABŞ-ın prezidenti olması reallığı fonunda Avropa ilə ziddiyyətlərdən danışırıq. Amma bir şey sizə söyleyeyim ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı strateji müttəfiqlərdirlər, müttəfiq. Və siz 2003-cü ildə baxsanız, Səddam Hüseyn rejiminə qarşı Birləşmiş Ştatlar müharibəyə başlayarkən BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olan Fransa, onun prezidenti Jacques Chirac veto hüququ ilə hədələmişdi. Yəni bu konfrontasiya kimi görünürdü. Amma məlum olur ki, müttəfiqlər arasında da bu və digər məsələdə fikir ayrılığının olması istisna deyil. Bunlar var və bunu həm də onlar demokratik cəmiyyətin bir hadisəsi kimi qeyd edirlər və onların əsas prinsipi nədir? Birləşmiş Ştatların və NATO ölkələrinin prinsipi odur ki, NATO ölkələri bir-birinə müharibə etmirlər. Bəli. Və bu prinsip dəyişməz prinsipdir və eyni məntiqlə də Türkiyə və Yunanistanı götürün. Bunlar hər ikisi 1955-ci ildən Türkiyə, 52-ci ildən Türkiyə, 82-ci ildən deməli bu Yunanistan əgər üzv olmasaydılar NATO-ya, yəqin ki, bunların arasında çoxdan müharibə baş vermişdi. Bu baxımdan və bu günə ABŞ-la Avropa İttifaqının ticarət dövriyyəsi əgər trilyon dollar ötüb keçibsə, bu deməkdir ki, ABŞ-ın ən yaxın strateji tərəfdaşı və eyni zamanda ticarət baxımından ən yaxın tərəfdaşı, hələ hərbi qoyuram, bu Avropa İttifaqıdır. Və Avropa İttifaqının enerji təhlükəsizliyi məsələləri, onun deməli qazla təminatı məsələləri bu ABŞ üçün önəmli məsələdir. Çünki o ölkələrin bəxti dediyim kimi enerji baxımından gətirməyib və Avropa İttifaqı ölkələrinin illik təxminən 500 milyon kubmetr qaza ehtiyacı var. 500 milyon. Və onun da adətən orta hesabına 150 milyon kubmetrini kim verirdi? Rusiya ödəyirdi. Və indiki reallıqlardan Rusiyanın qazından imtina fonunda yeni alternativ enerji mənbələri, yeni xəttlərin çəkilməsi, orta dəhlizin işə salınması prosesinin yeni məzmun kəsb etməsi. Bax, əgər dediyiniz kimidirsə, Avropa heç bu barədə düşünmür. Amerika niyə düşünsün ki? Niyə Amerikanın səfiri bu barədə danışsın? Özünüz də bayaq dediniz ki, Avropa bax, bu yeni infrastruktur layihələrinə pul buraxmır ki, öz qaz ehtiyatlarını ödəsin. Və yaxud da o tədbiri, o imzalanma və o yol ki var, necə ki deyilir, bax, burada Mərkəzi Asiyadan gələcək, Azərbaycan üzərindən Avropaya daşınacaq. Bunu Avropa lideri və yaxud da Avropa İttifaqının nümayəndəsi o tədbirdə demir, Amerikanın səfiri deyil. Niyə Amerika onlar üçün o yolu tikir? Ona görə ki, Birləşmiş Ştatların mövqeyi belədir ki, yəni Avropa ölkələrinin təhlükəsizliyini təmin edən, bunun üçün 850 milyard, bəzən 1 trilyona qədər vəsait xərcləyən dövlət onların təhlükəsizliyi üçün. Təbii ki, onların enerji təhlükəsizliyi də onun mühüm komponentidir, buna xüsusi önəm verir. Avropa özü niyə vermir onda önəmi? Avropa özü də önəm verir. Bəs biz özümüz də bayaq dedik ki, o borular, o kəmərlər və s. məsələsində pul qoymaq, sərmayə qoymaq istəmir. Sadəcə niyə görə? Səbəb nədir? Səbəb odur ki, Elçin müəllim, bu günləri dünyada təsdiqlənmiş neft deməli, necə deyirlər, ehtiyatları 1.7, 1.8 trilyon bareldir. Eşitdiniz? 1.7, 1.8. Hər gündə təxminən 102 milyon barel neft istehlak edilir. Bu məntiqlə ildə təxminən 36-37 milyard barel neft çıxarılır.
bu tem saxlansa, yeni yataqlar kəşf edilməzsə, 47 ildən sonra dünyada neft tükənir. Bu reallığı hesablayan Avropa eyni zamanda bankları strateji bir sanki seçim eləyirlər. Deyirlər ki, 47-50 ili gözləyincə gəlin bərpa olunan enerji mənbələrini, yaşıl enerjiyə üstünlük verək, o sahəyə pul ayıraq. Çünki həmişə günəş var, həmişə külək var. Bu məntiqlə... Bəs Amerikaya niyə bax, o əziyyəti çəkir? Rasim müəllim. Nə günəş, nə külək həmişə olmur. Məlum oldu ki, onların adı nədir? Onların adı nədir? Olmur. Rasim müəllim, onlar bərpa olunan enerji mənbələridir. Bərpa olunan. Mənbə deyə, ancaq görürsən ki, birdən külək olmayanda, günəş var. Bazı rejimində işləmək üçün. Yox. Yəni nüvəli Neft qaz elə şeydir ki, tükənəndir də. Məsələn, bizim qazımız təxminən 100 il müddətinə çatan bir rəqəm budur da, 100 il müddətinə bizim qazımız var. Sonrası necə olacaq? Amma bizim həmişə küləyimiz var, həmişə günəşimiz var. Yəni trend budur. Trend budur, amma Trump da bunun təbii ki, əleyhdarıdır və Azərbaycan dövlət başçısı Cənab İlham Əliyev də bu məsələləri həmişə qaldırır ki, yanacaq enerjisi erası hələ uzun bir perspektivdir. Yəni, tələsi qərar qəbul eləməyin ki, yanacaq enerjisi imtina ancaq günəş enerjisi, nə bilim, külək enerjisi. Yəni, külək və günəş tükənmir. Ancaq bazı rejimində o daima olmur. Külək olan günü də olur, olmayan günü də olur. Rasim müəllim, Xəzər dənizində 157 giqavatlıq bizim yaşıl enerji potensialı var. Söhbət Xəzərdən getmir, Avropanın özü üçün. Məsəl Onlar üçün inkişaf deyirəm edirlər, ancaq bazı rejimində işləmək üçün, ya nüvə elektrik stansiyalarını bərpa etməlidirlər, ya da təzədən kömürdən istifadə etməlidirlər. Yox, məsələn, olmadığı halda neftlə bağlı deyirlər 47-50 ildən sonra neft tükənir, amma yaşıl enerji ilə bağlı elə rəqəm yoxdur, elə fakt yoxdur. Olmayacaq, o sonranın məsələsidir. Bugün ancaq o ki qaldı trip layihəsinə. Yox, tripi demirəm. Avropa Birliyi... Rasim müəllim, üzr istəyirəm. Bax, mən əslində nə günəşi soruşdum, nə küləyi, nə də nefti. Mənə maraqlıdır ki, bax, Tom Barakın söylədiyi o Mərkəzi Asiyadan gələn qazla biz Azərbaycan, Türkiyə üzərindən Avropanı təmin edəcəyik. Bax, niyə Amerika onu təmin eləməklə məşğuldur? Ona görə ki, o keçsə nəzarətdir. Təbii, ABŞ o cümlədən Avropanı da öz nəzarəti altında saxlamaq istəyindədir. Və imkan da var. Yəni, tutalım, indi Avropa Birliyi gedib o trip layihəni maliyyələşdirmək nə böyük şeydir? 200 milyon avro tapa bilməzdi. Ancaq İran binan xox eləsəydi onlara, o tərəfdən isə Rusiya. Qələt eləyib onlar çıxıb o məsələyə siyasi dəstək verib və onun arxasında dura bilərlər. ABŞ dura bilir. Baxın, nə İran cıngırın çıxartmır. İndi vilayətə oradan nəsə deyir, vilayətin bugün qulasan yoxdur. Rusiyada da çox hatlanıb düşə bilmir. ABŞ gəlib durub, deyir ki, mən bunu eləyəcəyim. Və bu baxımdan da təbii ABŞ-ın imkanları xeyli Avropa ilə müqayisədə genişdir. Amma bir şey də var. Keçən dəfə sizin verilişdə onu söylədim. Bu günləri böyük dövlət statusunu müəyyən edərkən söyləyirlər ki, o dövlət böyük dövlətdir ki, o enerji mənbələri, onun daşınma yollarına nəzarəti həyata keçirir. Bu baxımdan Birləşmiş Ştatlar Avropa İttifaqı ilə onun enerji təhlükəsizliyi məsələləri ilə belə ciddi məşğul olarkən, həmin o enerji mənbələri və onun daşınma yollarını da nəzarəti həyata keçirmək istəyir. Bu baxımdan da onun strateji maraqlarını tamamlayır.